Selamun Aleyküm ve Rahmetullah. Müslüman bacı ve kardeşlerim, sizin karşıdan yani inşallah sabah Allah'ın diler, Ramazan bayramı inşallah. Ramazan bayramınızı hepinizi tebrik ederim inşallah. Neçə inşallah Ramazanlara çatarıq Allah'ın izniyle. Bugün size Baytar TV kanalından karşıdan yazı geldiği için yani tövlələrdi ve tüy klinilerinde tövlələrdi dezinfeksiya tədbiri haqqında danışmaq istəyirdim inşallah. Ümumiyyətlə mütəmadi olaraq yaz qışda da tövlə məsləhət görərdim ki, qoyun qozu tövləsini hər gün kürəyəsiz. Tüy xinizə yəni 2 həftədən bir həftədə bir dəfə kürəyəsiz ki, yəni təmiz olsun. Güzel. Ama yaz təmizlikcə tamam fərqli sistemdir. Yəni mən bu təmizliyi həm yayda həm qışda edirəm. Yəni əsasda qış aylarında yay aylarında heyvanın çox çöldə olduğuna görə yəni altını kürürəm, amma içəri girince altını təmizləyirəm. Yəni qoyma keçirərəm. Malların da hani hər gün 2 dəfə büyükbaş heyvanların altını kürüyüb təmizləyirdik inşallah. Sipariş versə gündə bir dəfə təmizləyirəm ki, yəni təmizləmədikdə heyvanın arxa topuğu, dırnaqları çürüyür, silir, şişir. Yəni infeksiyalanır da, belə sidik yandır, dəf edir heyvana yəni. Yəni məsləhət görərdim ki, heyvanlardan altını hər gün kürəyəsiz. İstər qoyun olsun, istər keçi, böyükbaş, inək, yamış, fərqi yoxdur yəni. Bu tədbiri görmədikdə sizin yəni əvvəl hiss olunur. Yəni bir seriyası heyvanın aksiyonları bir də baxasız topuğu yaman şişir. Yəni inşallah onun müalicəsini sizə deyərəm dönəm videolarımızda. Amma bugün mən sizə daşıması məqsədim odur ki, yəni təmizlik işlərindən başlamaq istəyirəm inşallah. Siz yaz qabağı tüyük və ya mal heyvanın altının kürüyüb tüpü təmizləyirsiniz. Bu alt zəmin, yəni pol zəmini təmizlədikdən sonra pasoq zəmində, yəni yuxarı zəmində divarları təmizləyirsiniz ki, yəni təmiz olsun inşallah. Ondan sonra dezinfeksiya edici maddələrlə dərmanlayırsınız. İmkanınız varsa, yəni şəraitiniz varsa, yəni bir gün qapı örtü saxlayardınız, yəni içəridə dərman qanardı. Yox, əgər o şəraitin yoxsa heyvana axşam o yeri salası 1 saat dərmanlıya qapını örtü saxlayır, 1 saatdan sonra qapını açırsınız və içəridən havalandırırsınız ki, yəni heyvan içəridə zəhərləməsin inşallah. Bunu etdikdən sonra yəni əhəng adlı maddə var. Yəni, yaxşı olar ki, bundan divarı da əhənglər, yəni bu da yandırıcı maddədir. Divarın içində olan bəzi şeyləri öldürər inşallah. Yəni bunu da edə bilərsiniz dezinfeksiyadan sonra. Heyvanlarınızı bunu etdikdən sonra həmçinin tüylərini dərmanladıqdan sonra da bir dəfə gəniyə qarşı dərmanladıqdan sonra heyvanlarınızı dərmanlayırsınız. Çalışın hava isti olan vaxtı bunu edin ki, heyvanlar yəni üşüməz. Bir dəfə qarşı heyvanların tüyük gənizi yerini dərmanlayırsınız və ondan sonra inşallah yaxşı olur. Bir də tüyüklərinize təbii olarak deyirəm, yerinə biz kül deyirik də, yəni odun külü, ot külü, kül, yəni sönmüş küldə, yəni quru şəkildə tökün. İstər qoyun olsun, istər tüyük olsun, altına töksün. Bu onun özü də yəni yandırıcı maddədir. Əsas da bunu tüyüklər daha məsləhətdir. Tüyüğün yerini töksüz ya tüyük eşələnir və eşələncə bu canın tükün arasına girir və pislik gələn qovur. Ancaq buna baxmayaraq məsləhət görürüm ki, vaxtında heyvanlarınızın yerini və dərmanlayın ki, yəni hər bir zərərverici heyvanı zəif salır, gücünü salır və ölümə gətirib çıxara bilər və arıqlamasını, çəkicini gətirib çıxara bilər. Əgər süd verənsə, süd verənin südün azalmasını gətirib çıxara bilər. Və yaxud da yəni yem ətli üçün borcluysa, yəni satı üçün borcluysa, bunun yemi qidalanmasını təsir edə bilər. Yəni
İştahsız olur özünün qarşıya sürtünür ora bura. Bu heyvan yani narahat edir də. Tələbiyeci bir hər olduğu üçün heyvan narahat edir. Cümlesiz vaxtla dərman almaz, yəni bu prosesi olmasın. Ən xırda gördüğünüz işlər bir bəzən böyük bir fəsadlara törədir. Ona görə çalışın ki, xırda bildiğiniz işlərdən ilk öncə başlayaq ki, xırda işləri görəcək yavaş-yavaş. Xırda işlərdən bəzən böyük işlər problemlərlə gəlir. Ona görə çalışın ki, xırda məsələn belə direkt yeni yıkın ki heyvanın sağlam olsun inşallah. Dezinfeksiya tədbirini gördükten sonra yani bir müddət sizin heyvanınız rahat olacaqdır. Qısa genələrdən vaxtı atı mütəmməl olmayacaqda heyvanın dərmanını yeni nəzarət saxlayın ki heyvanın sağlam olsun. Elə növ dərmanlar var ki, yəni elə körpə heyvanlar var ki, yəni ona o bitvi qarşı ona dərman vurmaq olmaz da. İstər suya qatılan, istər toz şəklində, yəni bir növ dərmanlar var ki, məsələn körpə heyvanı vurarsınız, sizin zəhərlənə bilər də. Heyvan zəhərlənə bilər. Ona görə məsləhət ki, məsələn ümumiyyətlə dərman vurarkən böyle başınıza sağlıqlı iş görməyin. Məsləhət bilən həkimlə məsləhətdən ya da ki, yaxşı olar ki, yani bunu mütəxəssisdən gördürün. Yəni hər şeyin öz mütəxəssisi var. Yəni bunu eləsəz inşallah yaxşı olar. Körpə heyvana da elə dərmanlar var ki, suya qatılandır. Yəni bir an öldü, yəni amma yəni heyvanın heç bir ziyanı olmur. Yəni əsas körpələr var. Diqqətli olmanızı görürəm. Körpə quzularda, körpə çəpişlərdə ölüm daha çox olur bir gəninlə. Yəni əsas bit körpə heyvanı daha tez öldürür. Ona görə vaxtında nəzarət və dərman tədbirini görün inşallah. Çok sağ olun. Allah şahmanda.